Yaradana təşəkkür. Günə başlamazdan əvvəl özünlə və həyatla qısa bir bağ qurmaq istəyirsənmi? Rahat olacağın bir yerdə otur və ya uzan. Dərin bir nəfəs al. Yavaşca nəfəsini ver. Diqqətini bu ana yönəlt. Bu çalışma günə minnətdarlıqla başlamaq üçün hazırlandı. Minnətdarlıq sadəcə təşəkkür etmək deyil, qəlbi yumşaltmaq, zehni sakitləşdirmək və düşüncələrini doğru istiqamətə yönəltməkdir. Bugün sadəcə fərqindəliklə həyatında olanları qəbul edərək bu çalışmanı edə bilərsən. Sadəcə dinlə, icazə ver, qəbul et. Bu olumlamaların sənə aid olmasına icazə ver. Bugün bir hədiyyədir və sən onu almağa hazırsan. Mənim səsimə diqqətini ver, dinlə və təkrar et. Yaradanım, Allahım, bu möhtəşəm həyat üçün təşəkkür edirəm. Huzurunu və güvənini hiss etdiyim hər an üçün minnətdaram. Səninlə bağ qurduğum zaman hər şeyin mümkün olduğunu bilirəm. Qəlbimi və zehnimi sevgi dolu enerjinlə doldurduğun üçün təşəkkür edirəm. Allahım, səni çox sevirəm. Bu həyatı sevirəm və təqdir edirəm. Bu bədəndə var olma təcrübəsi üçün təşəkkür edirəm. Həyatıma bugünə qədər axmış olan bolluq üçün minnətdaram. Məni hər zaman qoruduğunu bilirəm. Bunun fərqində olmadığım vaxtlarda belə məni hər zaman dəstəklədin. Bunun üçün təşəkkür edirəm. Həyatımdakı sevgi bolluğu üçün minnətdaram. Məni möhtəşəm insanlarla və mənalı sevgi dolu təcrübələrlə qarşılaşdırdığın üçün təşəkkür edirəm. Qəlbimin açıq və dolu hiss etdiyi hər an üçün təşəkkür edirəm. Həyatıma daimi axan bolluq üçün minnətdaram. Hər şərtdə içimdə xatırlamağı seçdiyim güvən və nizam üçün təşəkkür edirəm. Həqiqi güvəni mənə verən sənsən. Evim, yatağım, mənə rahatlıq verən hər şey üçün təşəkkür edirəm. Bunların hamısı həyatda mənə verilən dəyərli hədiyyələrdir. Qidalar, su, günəş, yağış və külək üçün təşəkkür edirəm. Təbiətdə gördüyüm mənə verilən hər şey üçün minnətdaram. Qəlbim və zehnim səninlə olanda güvəndə olduğumu bilirəm. Hər zaman ehtiyacım olanı mənə verdiyini bilirəm. Həyatıma yönələn bolluğu qəbul edirəm. Ruhumun bu bərəkəti daşıyacaq qədər genişləndiyini hiss edirəm. Sevgini hər yöndən qəbul edirəm. Sağlamlığım üçün təşəkkür edirəm. Güclü bədənim və sağlam zehnim üçün təşəkkür edirəm. Hərəkət edə bildiyim üçün, yaşam enerjim üçün minnətdaram. Sevinclə keçən həyatım üçün təşəkkür edirəm. Təcrübə etdiyim hər an üçün, öyrəndiklərim üçün, qazandığım uğurlar üçün təşəkkür edirəm.
Anda qala bildiyim üçün minnətdaram. Gülməyi, əylənməyi xatırladığım üçün təşəkkür edirəm. Ailəm, əzizlərim, bağ qura bildiyim hər kəsin varlığı üçün təşəkkür edirəm. Anlamadığım anlarda belə yalnız olmadığımı bilirəm. Hər şeyin sonunda mənim yaxşılığım üçün çalışdığını bilirəm. Sənə güvənirəm. Kontrol etmə ehtiyacımı buraxıram. Yüklərimi sənə təslim edirəm. Məni şərtsiz sevdiyin üçün təşəkkür edirəm. Həyatı belə gözəl, nizam içində yaratdığın üçün təşəkkür edirəm. Məni özümdən daha yaxşı tanıdığını bilirəm. Həyatımdakı möcüzələr üçün təşəkkür edirəm. Qəlbimdəki huzur üçün təşəkkür edirəm. Mən güvəndəyəm. Mən dəstəklənirəm. Bu gözəl həyat üçün minnətdaram. Təşəkkür edirəm. Təşəkkür edirəm Allahım. Dərin bir nəfəs al. Yavaşca nəfəsini ver. İndi minnətdarlıq enerjisi hər bir hüceyrənə yayıldı. Yaradanla bağ quruldu. Qəlbinə huzur doldu. Bunu hiss et. Bugün bu minnətdarlıq duyğusuyla olacaqsan. Hər zaman var olan yaxşılıqları görəcəksən və daha artığı həyatına axacaq. Günlərin hər zaman gözəlliklərlə, yaxşılıqlarla, minnətdarlıqla, şükürlə keçsin. Mən Aynur İsmailova bu çalışmanı sənin üçün səsləndirdim. Sevgi ilə qal.